Uşaqlar, I didn't keçmiş zamanı inkar formasıdır və did you isə sual formasıdır. Məsələn, I played dedik, oynadım, mən oynadım. We started. Hansı ki biz dedik ki, mətninizi çalışın keçmiş zamanda və keçmiş davam edici zamanda yazasınız. I played, mən oynadım. We started, biz başladıq. You watched, sən izlədin. Azərbaycan dilində bu tərcümə olanda, ediləndə d, di, du, dü kimi tərcümə olunur uşaqlar. D, di, du və dü. Gəldi, oxudu, yazdı. Azərbaycan dilində keçmiş sadə zaman forması d, di, du, dü kimi tərcümə olunur. I played, mən oynadım. We started, biz başladıq. You watched, sən baxdın. They had, onların var idi. He saw, o gördü. She did, o etdi, it went. Və bilirsiniz ki, mən sizə qaydalı, qaydasız fe'lər göndərmişdim. Qaydalıdırsa sonuna id şəkilçisi atılır, yəni qaydaya uyğun olaraq biz sonuna id şəkilçisi atırıq. Qaydasızdırsa kökündən dəyişir. Qaydasız olanlar hansılardır? Have'in keçmişi had'dir, see'nin keçmişi saw'dur, do'nun keçmişi did'dir, go'nun keçmişi went'dir. Yəni əgər have'dirsə have it deyə bilmərik. Səhvdir. Biz bunu kökündən dəyişməliyik. Have, adətən dedik qaydaya uyğun olaraq ed şəkilçisi atırıq. Amma biz buna have deyə bilmərik. Xeyr, səhvdir. Biz bunu nə edirik? Had deyirik. Have keçmiş zamanda olur had. Və yaxud da ki, see, biz bunu seed deyə bilmərik. Bu qrammatik cəhətdən səhvdir. Bu qaydasız fe'l olduğuna görə biz bunu eləyirik saw. Gördü, gördüm, gördün, gördülər. Sonra do-dursa do et demirik, did deyirik. Go-dursa go et demirik, went deyirik. Və sual cümləsində isə did qabağa keçir, did köməkçi feildir. Didin iki forması var. Əsas feil forması, köməkçi feil forması. Köməkçi feil kimi qabağa keçir, kömək eləyir ki, həmin bu keçmiş sadə zamanın keçmiş sadə zaman sual formasında işlənə bilsin, ona kömək eləyir. Bir də var, do özü məna daşıyır. Məna daşıdığına görə bu isə əsas feildir. Məsələn, deyirəm ki, did you do? Did you do your homework? Sən ev tapşırığını etdin və yaxud da ki, uşaqlar deyir ki, mötəzə verib deyir ki, bunları keçmiş zamanda yaz. Yazıb ki, you 3 nöqtə mötəzədə verib play və basketball. Deyir ki, aşağıda verilmiş bu cümlələri keçmiş zamanda yaz. Sən yazmalısan you played basketball. Və şərtimiz də həmçinin deyir ki, bunu sual cümləsində yazın. Nə edirik sual cümləsində? Dedi qabağa keçiririk, kömək edirik bizə. You play-dəki idini silirik, didə veririk idini. Play qayıdır öz formasına. Play basketball. Did you play basketball? Və deyir, inkar cümləsində də yaz. İnkar cümləsində you didn't. Sən basketbol oynamadın. You didn't play basketball. Sən basketbol oynamadın. Və yaxud da deyir ki, yenə şey verib, Jane verib. Jane 3 nöqtə mötəzədə do veribdir. Housework. Gel Atan yanıma. Gel Atan yanıma. Yesterday. Aha, biz nə edirik? Bunu cümlə formasına salanda Jane did housework. Ev işi gördü. Uşaqlar, do homework ev tapşırığı etmək deməkdir. Do housework isə ev işləri görmək, evi süpürmək, silmək, yığışdırmaq. Do housework. Jane did housework yesterday. Jane dünən ev işləri gördü. Və biz sual cümləsində bunu necə düzəldirik uşaqlar? Necə düzəldirik? Did Jane housework yesterday? No.
Did Jane yesterday housework? No. Neyse yedin. And did she do housework yesterday? Did Jane do? Did? Dedim axı, burada do əsas feildir. Mustafa, sən niyə dedi bircə dəfə işlətdin? Did Jane do housework yesterday? Ben yani she ya da Jane'de yani ikisinin farkı yok. Sadece siz Jane Bəli, demiştiniz. hı, Orada ona bəli. göre. Yəni burada do-nu işlətməliyik. Çünki burada do məna kəsb edən bir şeydir. Bu didlə, bu do-nun heç bir dəxlisi yoxdur. Bu köməkçi feildir, bu isə məna daşıyan bir feildir. Etmək, görmək kimi mənası var. Bəs yaxşı, inkar cümləsində necə eləyirik uşaqlar? Didn't Jane do housework yesterday? Yox. Your Jane didn't do. Bəli. Jane didn't do housework yesterday. Aha. Belə. Aydın oldu mu? Sual cümləmiz. Aydın Yani oldu mu uşaqlar? Zavuk, sən aydın oldu mu? Bəli. Aha, əla. Baxın, do, does. Yəni, indiki sadə zamanda bilirik ki, do, does-dır. Keçmiş sadə zamanda did-dir. Yəni, məsələn, do I do housework deyirəmsə, mən ev işi görürəm və yaxud da does Jane do housework every day? Jane hər gün ev işi. Müəllim, Aha. derslerimiz neçə bal almışıq? Balı vermədim ay Mustafa. Elə biraz qrammatik səhvlərimizə baxdım. Gərək bir də baxam. Does Jane do housework every day? Yeri gəlmişkən uşaqlar, mənim o göndərdiyim şəkilləri yaxşı işləyin. Niyə? Çünki mən sizə göndərdiyim şəkilləri Pinterest-dən göndərirəm və baxıram ki, bu OTK-nın sınaqlarındakı şəkillər də Pinterest-dəki şəkillərdir. O şəkil üzərindəki işi. Yəni hər an göndərdiyim o esselər sizə sınağınızda düşə bilər. Çünki dünən baxdım ki, bütün o esselerdəki şəkillərin hamısı Pinterest-dəki şəkillər imiş. Ona görə mənim göndərdiyim şəkillər də işləyim, bilmək olmaz. Təsadüfən gələr, o sizin sınağınızda düşə bilər. Aha. Does Jane do housework every day? Gördünüz, Jane hər gün ev tapşırığı edirmi deyir burada. Baxırıq. I don't watch TV very often. Və yeri gəlmişkən uşaqlar. Very often zamanlarımızı indiki keçəndə testlərimizə də baxaq. Very often indiki sadə zamanın zaman zərfidir. Yəni very often gördüksə biz burada nə davam edəcəyik işlətmirik, nə bitmiş zaman işlətmirik. Biz burada indiki sadə zaman do, does-dan istifadə edirik. Yesterday varsa indiki keçmiş sadə zamandan istifadə edirik. I didn't watch TV yesterday. Mən dünən kinoya baxmadım. Does she often go away? Oh, aha, often indiki sadə zamanın zaman zərfidir uşaqlar. O tez-tez uzağa gedir. Did she go away last week? Last week isə keçmiş sadə zamanın zaman zərfidir. Did she go away last week? O keçən həftə uzağa getdimi? Və baxırıq. I watched mənim dediyimi deyir. Təsdiq cümləsində I watched deyirik, yəni idini artırırıq. Qaydasızdırsa qaydasız formaya salırıq. İnkarda isə I didn't Cinderella olur. Qayda öz formasına, watch formasına I didn't watched deyə bilmərik təbii olaraq. Sonra və xüsusi sual cümlələrində isə uşaqlar, xüsusi sual cümlələrində isə sual əvəzlikləri qabağa keçir. What, how kind, what kind daha doğrusu, where, who qabağa keçir. Ondan sonra köməkçi feilimiz olan did gəlir. Daha sonra mübtədamız gəlir. Your sister'dır, you'dur, məsələn, she'dir və yaxud da ki, adam adı gələ bilər, Jane gələ bilər. Ondan sonra feilimizi idisiz işlədirik və daha sonra isə nə gəlir uşaqlar? Və tamamlıq, zaman zərfi falan filan gələ bilər. Və bəli, xeyr cavabında yes I did, no I didn't. Yes you did, no you didn't. Yes she did, no she didn't. Məsələn deyir ki,
Did you see, məsələn, deyir ki, burada, did Helen come to the party? Mustafa Gil belə bir səhv eləyirdi. Did Helen come to the party yazırdı. Yes, Helen did. Kənanda da bəzən olurdu. Yes, Helen did yox. Helen nədir? Ay bala, qızdır. Bunu ona kişiyə çevirir. Yes, she did və yaxud da no, she didn't. Və yaxud da yazılır. Yes, Helen came to the party. Xeyr. Bəli dinən qutarsın. Yes, she did və yaxud da ki, no, she didn't. Did your parents desə, valideynləri biz they ilə əvəz edirik. Yes, they did və yaxud da ki, no, they didn't. Aydın oldu uşaqlar bu sizə. Və baxırıq. Bəli, müəllim. Aha. I saw Barbara, but I didn't say Jane. Burada deyir ki, inkarlıqda yazılır. İkinci tərəfi inkarlıqda yazılır. Burada I watched TV last night, how about you? Burada sual cümləsinə çeviririk. Did, özünü sənə sual verir. Did you watch TV last night? Did you enjoy the party? Did you enjoy the party? Sonra burada negativ və yaxud da özünüz haqqındadır. What did you do yesterday? Neynədin? Televizora baxdınsa yazsan I watched TV, televizora baxmadınsa I didn't watch TV. Yaxşı olar ki, hər iki formada yazarsınız. Təsdiq və inkar da. Və burada da bu feillərimizi bura qoyuruq. Mənə elə gəlir ki, çətin bir şey Mən yoxdur. bir dəqiqə söz desəm olar. 12 ilə 13-ə vermişdiniz axı yazmağa. Hədə qızım, bilirəm, 12-nin qrammatikasını başa salmamışdım. Çalışmalarını başa saldım. Bilirəm, başa salmamışdım. 12 ilə 13'tü də bu da. Aha. Where did you stay? We went to the New York. Cavablarımıza sıradan sual təyin edib. Where did you stay? Harada qaldı? With some friends, dostlarımla. Aha. Stay getdi bura. What? I was late for the meeting. Mən iclasa geçmişdim. What time? 9:30. Did you arrive? Saat neçədə çatdın ki, deyir. 9:30, onun yarısında. Bu sözlərimizi bura qoyuruq və sual cümləsi düzəldirik. Aha, burada da pozitiv, negativ və 9-un yarısı deməli, elə bil demişdiniz hazırlığa qoşulacağım 9-un yarısı. link gəldi. Hə, gəldi, düz deyirsiniz. Yaxşı, belə, hələlik bunu işləyərsiniz. I was doing past Tamam müəllim. Buna da baxarsınız, başa düşməsəz mənə deyərsiniz. Yaxşı uşaqlar. Sağ olun. Bəli. Güzel. Bir də mən məsələlərə baxıb atarsınız da. Keçən dəfəkilərdən yaxşıdır müəllim. Hamı hissəsini göndərsin. Bəli,